Salam, hər vaxtınız xeyir, hörmətli futbol severlər. Mən də bir Qarabağa azarkeşi kimi 2006-cı ildən bu yana azarkeşlik eləyirəm. Bir qısa şərhimi bildirmək istəyirəm son oyunlar və Atletico Bilbao haqqında. İndi hal-hazırda Atletico Bilbao ilə oyun ərəfəsində, yəni hazırlıqlar gedir. Ondan öncəki oyunlarda Benfica və Kopenhagenlə oyunlarda edilən səhvləri təkrarlamamaq məncə və hətta məsələn Duranın Benfica ilə oyunda hücumda oynatmışdılar, amma müəyyən səhvləri olmuşdu. O da bir paxıllıq hissimi, qolu özü vurmaq hissimi, yəni iki topu ən azından Kadiyə ötürməklə fərq biraz daha da yüksək olardı, amma paxıllıqdan bəlkə də ya görmədi, ya sanki özü vurmaq istədi deyə ötürmə etmədi. Amma ötürmə etsəydi, yəni 100% qol idi bu. Yəni oyunculara tapşırmaq, göstəriş vermək lazımdır ki, özü fikirləşmə. Təkbətəkdə ola bilər və yaxud da ki, qarşısında oyuncular olanda istifadə edə bilərsən, amma qarşında oyuncu var, özünün görmə bucağın azdır qapıya vurmaq üçün, bu zaman ötürmə edə bilərsən. Amma iki dəfə həmin oyunda ötürmə etmədi, çox təəssüf ki. Düzdür, bir top vurub həmin şansdan yararlandı, amma ötürmə etsəydi daha düzgün olardı. Kopenhagenlə oyunda da müəyyən səhvlər oldu. Əvəz etmələr biraz gec olur, həqiqətən də oyuncular çox yorulur. Benfica oyununda mən deyərdim ki, ən tez yorulan Cəfər Quliyev oldu. Düzdür, onun qaçış məsafəsi, sonra ərazi, trayektoriya, bunlar hamısı nəzərə alaraq o təbii yorulmağı. 40-cı dəqiqə artıq 40-cı dəqiqəyə yaxınlaşmışdı, 38-37-ci dəqiqələrdə bəlkə də siz özünüz də onu görərdiniz. Cəfər Quliyev həddindən artıq yorulmuşdu, çox yorulmuşdu. Bilinirdi oyunda müəyyən həm arxaya çatdırmırdı, topa getmirdi sanki. Amma ikinci hissədə, belə deyək də, futbol oynayanlar bilir, ikinci dixaniya açılır. Sanki o oynamağa başladı. Ondan əlavə Bilbao ilə oyununa da qeyd etmək istərdim ki, kompakt şəkildə, yəni Kopenhagenlə oyunda olduğu kimi, Benfica ilə oyunda olduğu kimi oyun göstərsək, yəni Atletico Bilbao ilə də bir güclü rəqib deyil. Yəni nə mənada güclü deyil. Düzdür, oyuncular arasında fərq ola bilər, amma Benfica ilə Kopenhagenə baxanda, yəni o səviyyədə olan bir komandalardır. Amma Bilbao da əvvəlki Bilbao deyil. Onu da qeyd edeyim ki, zəifliyib keçən ilə bu ilə baxanda. Sonra isə müəyyən bir yəqin çox güman ki, fərqli bir taktika ilə çıxılacaq. Çünki artıq birinci oyunda da ikinci oyunu analiz ediblər, onlar da baxıblar və ilk 15-20 dəqiqəni o həyəcan, o rəqib komandanın demək polyası olduğu üçün, stadion olduğu üçün biraz bizim oyuncularda həyəcan olur. O həyəcanı atlayandan sonra məncə oyun düzələcək. Uğurlar arzulayıram. İnşallah ki, bu Bilbao oyundan daha yaxşı nəticə ilə çıxılar. Və fikirləşirəm ki, öz meydançamızda deyil də, rəqib meydançasında oynanılan oyunlardan biz xal alacaq. Napolini də fikirləşirəm. Məsələn, Napoli oyununda da xal ala bilərik. Yəni, çox güman ki, ondan da xal alacaq. Bəlkə də onları da udmaq olar. Niyə də yox? Benfica'nı udduqsa, onu da udmaq olar. Atletico Bilbao oyundan çox şey asılı olacaq. Həqiqətən də Bilbao'nu udmaq öz polyasında və 3 oyuna 3 qələbə qazanmaq bu böyük bir sensasiya yaradacaq. Yəni hər kəs inanıram ki, dünyada hal-hazırda da danışılır, girib qrup cədvəlinə baxanda orada görsənir ki, Qarabağ 6-cı sıradadır. Yəni çox dünyanın hər yerindən baxırlar, çoxsu bunu bilmir, tanımır və girib maraqlanırlar, baxırlar ki, 2 oyuna 2 qələbə, bunun özü də böyük bir sevincli
Təbrik edirəm bir daha oyunçuları. Həqiqətən ürəklə oynayırlar. Sona qədər mübarizə aparırlar. Və dediyim kimi müəyyən bir səhvlərdən, yəni pas ötürməmək, bir də yaxşı yana düşdü. Nəriman Axundzadəni qeyd etmək istərdim. Son oyunda Kopenhagenlə oyunda Addayenin vurduğu qoldan sonra sevinməməsi. Yəni sanki o qədər o sosial şəbəkələrdə onun üstünə gedilir. Cavandır, karyerası qarşıdadır. Yəni adam sıxılır. Yəni hiss olunur ki, onda ruh düşkünlüyü var. Hücumçunun belə deyək də üzərinə düşən məsuliyyət nədir? Qol vurmaq. O qolu da vura bilməyəndən sonra belə ruh düşkünlüyü, sonra tənqidlər və s. Əslində tənqiddən nəticə çıxarmaq lazımdır. Amma onlarda bir fobiya var. Sanki meydançada bir səhv hərəkət edəndə, öz meydançamızda nəzərdə tuturam, səhv hərəkət edəndə onu fitə basacaqlar və yaxud da nə edəcəklər. Bu da normal bir haldır. O qədər olub belə oyunlarda oyuncuları və yaxud da komandanı fitə basırlar. Bu da yəni onlardan bir dərs çıxartmaq lazımdır. Nərimana da demək istəyirəm ki, Nəriman, ruhdan düşmə. Digər komanda yoldaşların kimi ürəklə oynamaq lazımdır. Yəni sevincə sevinmək lazımdır, kədərlənəndə də kədərlənmək lazımdır. Komanda yoldaşında bütün günü bir yerdə məşq edirsiniz. Yəni onun vurduğu qola sevinmək lazımdır. Ruhdan düşmə, hər şey qarşısındadır. İnşallah qarşıda səni bəlkə də gözəl bir karyera gözləyir, bilmək olmaz. Çox sağ olun. Kanalına da abunə olmağı unutmayın, xahiş edirəm. Sağ olun.